İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatından sonra baş verənlər onu göstərir ki, biz müdafiə qabiliyyətimizin artırılması hüququna maliki, biz bunu edirik, xüsusilə də Ermənistanın geniş miqyaslı silahlanma prosesi fonunda Ermənistanın yeni dostları onu yeni ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülh və sabitliyə xidmət etmir. Bu yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəkdir. Biz bilirik ki, bugün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Onları hətta iki yerə bölmək olar. Fəal, aktiv revanşistlər, o kəslər ki, 30 illik işğala cavabdehdirlər və pasiv revanşistlər. O, bugünkü Ermənistan hökumətidir. Onlar sözdə konstruktiv yanaşma nümayiş etdirir, ancaq eyni qisas və revanş hissləri ilə yaşayırlar. Və həmin dairələr ölümcül silahlar alır, bəziləri onlara hədiyyə olaraq təqdim edilir və onlar Azərbaycana qarşı yeni hərbi əməliyyatlar üzərində düşünürlər və bu səbəbdən onlar bizim legitim təkliflərimizi qəbul etmək istəmir. Buraya Minsk qrupunun buraxılması aiddir. Bildiyiniz kimi, həmin bu qrup Qarabağ münaqişəsinin həllinə mandatına malik edir və bugünkü Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağ münaqişəsi bitib və Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırsa, nə üçün hüquqi baxımından Minsk qrupu buraxılmamalıdır? De facto olaraq bu qrup fəaliyyət göstərmir, ancaq birgə müraciət imzalayaraq, ATƏT-ə müraciət edərək Minsk qrupunun buraxılmasını buna razı olmamaq o deməkdir ki, onlar nəyisə gözləyirlər. Onlar yeni dəyişikliklər gözləyirlər, beynəlxalq vəziyyətin dəyişməsini gözləyirlər.